biz müalicəni təyin edirik bu prosesi ləngitmək üçün. Yəni olunan müalicə gələcəkdə saçlarınızın tökülməməsinin zəmanəti deyil. Bu sadəcə prosesi ləngitmək üçün. Amma elə adamlarda pasientlər var ki, biz deyirik ki, artıq müalicənin mənası yoxdur. Yəni müalicə üçün gəlmək, getmək, vaxt insan üçün hər şeydən dəyərlidir. Gəlib gedirsiniz, vaxt itirsiniz, müəyyən bir vəsait xərcləyirsiniz. Hər dəfə müalicədə prosedurlar, iynələr zamanı canınız acıyır. Yəni bunun sonu Elə yenə ondan də sonra pulu yox. ondan sonra yəni gözləyin, istəsəz, əgər bu sizə kompleks yaradırsa, saç həkimi elətdirə bilərsiniz. Kompleks yaradırsa. Bəli, saç həkimi mən həmişə deyirəm pasientlərə. Mənim fikrimi sorur, siz nə məsləhət görürsünüz? Deyirəm, saç həkimi həyata vacib əməliyyat deyil. Saç həkimi kompleksə bağlıdır. Əgər indiki vəziyyət sizi narahat edirsə, şəxsi həyatınıza, özünüzə, deyək ki, də işinizə mane olursa, kompleks yaradırsa, buyurun, gəlin biz bu kompleksi aradan qaldıraq. Yox, yaratmırsa qərarı, yəni özünüz verin, elətdirməyə də bilərsiniz. Yəni bu həyatı vacib mütləq olması bir əməliyyat deyil.